UEFA Çempionlar Liqasının 5-ci turunda Qarabağ səfərdə Napoliyə məğlub olduqdan sonra artıq Azərbaycanlı azarkeşlər gözlərini Ajax maçına çevirdilər. Hər kəs bir şeydən əmindir ki, əgər Qarabağ Ajaxı öz meydanında məğlub edə bilsə, ilk 24-lüyə düşmə şansı artacaq. Hətta çıxmama ehtimalı olmayacaq. Ancaq gəlin Ajaxı o qədər də zəif görməyək. Ümumiyyətlə bu videoda həm Ajaxı, həm də Qarabağın qrupdakı cari və gələcək vəziyyətini nəzərinizə çatdıracağam. Bu tip analizlərin davamı üçün kanalı izləyib videonu bəyənməyi unutmayın. Qarabağ UEFA Çempionlar Liqasının 6-cı turunda öz meydanında Ajaxı qonaq edəcək. Oyun dekabrın 10-u saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Komandamız bu oyuna qədər aktivinə 7 xal yazdırmağı bacardığı halda rəqibimiz Ajax hələ də yoluna xalsız davam edir. Bəs bu Ajaxa nə oldu? Keçən il Hollandiya çempionluğunu son anda əldən verən komanda indi xal toplaya bilməyib. Bunun səbəbi nədir? Qarabağ bu vəziyyətdən necə davranmalıdır? Bunları danışaq. Əvvəlcə onu deyim ki, Ajax keçən il Hollandiya çempionluğunu son turlarda əldən verdi. Onlar çempionatın bitməsinə 5 tur qalmış ən yaxın rəqibinə 8 xal fərq atmalarına baxmayaraq, çempionluğu PSV komandasına hədiyyə etdi. Həmin vaxt komandanın sükan arxasında olan İtalyan Farioli qovuldu və əvəzində klubun əfsanələrindən olan ancaq baş məşqçilik karyerasına yeni başlayan John Heitinga gətirildi. Erediviziyada və Çempionlar Liqasında istənilən performans gəlməyincə, Ajax rəhbərliyi bu gənc mütəxəssisə çox bel bağlamadı və 6 noyabr gecəsi Qalatasaraya 3-0 məğlub olduqdan sonra yolları ayırdı. Heitinga'dan sonra komandanı 60 yaşlı Freddie Green çalışdırır. Açığı Heitinga'nın gedişi də bu komandaya kömək olmadı. Ondan sonra sırasıyla Utrecht, Excelsior və Benfica oyunlarında məğlub oldular. Yalnız son turda Groningeni üstələyə bildilər. Bizlə oyuna qədər komanda Erediviziyada Fortuna Sittardla oyuna çıxacaq. Bu oyun həqiqətən də bizim üçün çox kritikdir. Bu oyunda qalib gəlsə, Ajax Qarabağla oyuna ruh yüksəkliyi ilə gələcək. Komanda Hollandiya çempionatında 23 xalla 5-ci yerdədir. Onlar lider PSV-dən 14 xal geri qalırlar. Biraz da heyətdəki futbolçulardan danışaq. Ümumiyyətlə, Ajax dünyada öz akademiyasına görə fərqlənir. Ancaq buna baxmayaraq komandanın qapısını 42 yaşlı Remco Pasveer qoruyur. Heyətdə məşhur futbolçulardan Kasper Dolberg, Wout Weghorst, Josip Stalo və Oskar Gulkun adını çəkə bilərik. Komanda bu mövsüm qabıq dəyişmə ilini yaşayır. Belə ki, heyətin yaş ortalaması 24-dür. Onu da Weghorstla Pasveer o səviyyəyə çatdırıb. Saydığımız futbolçulardan başqa, heyətdə gənc, ancaq potensiallı, dikinə top oynayan, rəqibin səhvini gözləyən futbolçular da var. Bu futbolçular arasında yarı İndoneziyalı, yarı Hollandiyalı olan Kian Fitzjimi xüsusi fərqləndirərdim. Bu futbolçuya diqqət etsək yaxşı olar. Mika Götze da pis oyuncu deyil. Komanda əsasən 4-3 taktiki sxeminə üstünlük verir və topu özlərində saxlamağı çox sevirlər. Gəlin indi birlikdə bu oyundan sonra Qarabağın Çempionlar Liqasındakı əsas rəqiblərinin vəziyyətini dəyərləndirək. Görək bu oyunda Allah eləməsin, istədiyimiz nəticə gəlməsə şansımız qalırmı? Ümumiyyətlə, əvvəldən onu qeyd edim ki, bəzi insanlar düşünə bilər ki, keçən il Dinamo Zagreb komandası 11 xalla ilk 24-lüyə düşə bilməmişdi. Buna görə də bizə 4 xal lazımdır. Xeyr, keçən ilki nəticələr elə olmuşdu ki, çıxmaq üçün 11 xal kifayət etməmişdi. Ancaq bu ilki hesablanmalarımıza görə 9 xalla belə çıxmaq olar. Ancaq gərək bundan sonra Royal Saint-Gilloise, Brugge, Bilbao, Eintracht və Kopenhagen komandaları maksimum dərəcədə xal qazanmasınlar. Rəqiblərinə baxsaq, Saint-Gilloise bundan sonra Marseille, Bayer və Atalanta ilə, Brugge, Arsenal, Kayrat və Marseille ilə qarşılaşacaq. Digər komandaların da rəqibləri ən az bunlar qədər güclüdür. Yəni belə çıxır ki, Qarabağ qarşıdakı 3 oyundan 2 xal qazansa belə çıxa bilər. Ancaq biz əminik ki, Qurban Qurbanov və komandası işi şansa buraxmayacaq və elə Ajaxla ilk 24-lüyü təmin edəcək. Siz nə düşünürsünüz? Kommentdə bildirin.